Salam hörmətli izləyicilər, bildiyiniz kimi dünyada təxminən 245-ə qədər dövlət var. Bu dövlətlər bir-birindən müəyyən cəhətlərinə görə fərqlənirlər. Elə dövlətlər var, onun ərazisi böyükdür, elə dövlətlər var, onun əhalisi böyükdür. Bugünkü videomda mən sizlərə dünyada ərazisinə görə ilk beşlikdə qərarlaşan dövlətlərin adını çəkəcəyim. Beləliklə, bu siyahıda birinci yerdə Rusiya Federasiyası gedir ki, onun ərazisi 17 milyon kvadrat kilometrə bərabərdir. Bu siyahıda ikinci yerdə Kanada qərarlaşıb ki, Kanadanın ərazisi 9,9 milyon kvadrat kilometrə bərabərdir. Bu siyahıda üçüncü yerdə Çin Xalq Respublikası gedir ki, onun ərazisi 9 milyon 596 min kvadrat kilometrə bərabərdir. Dördüncü yerdə Amerika Birləşmiş Ştatları gedir ki, onun ərazisi 9 milyon 525 min kvadrat kilometrə bərabərdir. Bu siyahıda, yəni 5-ci yerdə isə Braziliya gedir ki, Braziliyanın ərazisi 8 milyon 500 min kvadrat kilometrə bərabərdir. Çox sağ olun, kanalıma abunə olmağı unutmayın.